dedik. Demək ki, apostrof, esli, oflu birləşmələrdən keçdikdən şəkilçili sözlərə. Siz cümlə danışarkən ümumiyyətlə şəkilçilərə çox diqqətlə fikir verməlisiniz. Çünki şəkilçi nədir? Məsələn, deyirəm ki, mən anam iləyəm. Mən anam, orada ilə bir artırmadır. Bu bir şəkilçidir. Bu sənin üçündür. Və ya mən məktəbdəyəm. Mən məktəbdə. Dadə var orada. Bu anam üçün var orada. Baxın, bunlar ünsürlər, kiçik şeylər olsalar da ayrılıqda məna ifadə etməsələr də. Məsəl üçün, ayrılıqda bir daş şəkilçisini götürürəm. Var mənası. Amma məktəbdə, evdə, bağda belə olanda məna ifadə edir. Bunlar çox önəmli bir şeylərdir. Bunlar cümlənin çalarını dəyişdirir. Ona görə şəkilçilərə fikir vermək lazımdır. Məsəl üçün, deyirəm ki, Yusif bizim evimizdədir. Burada mən Yusif sözünü götürürəm, olmağını bildirirəm. Bizim evimizdə sözün bir-birinin ayrımı olmaz. Şəxs əvəzliyi ilə onun sahib olduğu nəyisə ondan ayırmayın. Dadəni əlavə etdikdən sonra our house şəklində ifadə edirəm. Yusuf is at our house. Deyirəm ki, mən dayımgildəyəm. Mən olmaq. Dayımgildə deyəndə, yəni dayımın evindəyəm. Dayımın evində. Dayı ilə evini bir-birinin ayırmayın. O, onun sahib olduğu bir şeydir. Əti yazırıq, ət. Kimin dayısının evində? Mənim dayımın evində. At my uncle's house. I am, mən olmaq, hardasızsa, məkanın önündə ət istifadə edin. Sonra dayımın evindəyəm deyim. Bitsin, getsin də burada nə var ki, baxın, belə bir şey var bir də. Dayımın evi sözünü ixtisar edirlər. I am at my uncle's deyib dayandırırlar. Sanki bizim dildə gildəyəm, dayımın evindəyəm demək, dayımlardayam. Türklər necə deyirlər? Mən dayımlardayım, mən teyzələrimdəyim ya da belə bir sözlərdir. Mən dayımgildəyəm. Bu şəkildə ifadə edə bilərəm. Belə bir şey görsə təəccüblənməyin. Və ya, gəlin deyək ki, atamın maşını həyətdədir. Mənim atamın maşını olmaq həyətdə. Həyətdə deyəndə, həyət sözü ümumi bir məkan deyil. İçi var, sərhəddə olan 4 divar arasında bir şey isə indən istifadə olunur. Şəhərlərində, ölkələrində, kəndlərin, parkların, həyətin sərhəddi var. Bunlar kiçik, böyüklüyündən bir şey deyil. Sadəcə içlik ifadə edirlərsə, içlik varsa in. Yox, içlik yoxdursa, müəssisədir, müəyyən bir funksiya yerinə yetirir. Müəssisənin içərisində müxtəlif funksiyaları yerinə yetirən ofislər var. Bax, orada ətdən istifadə olunur. My father's, mənim atamın atası nədir? My father's car is in the yard. Bu şəkildə ifadə olunur. Ümumi mənada ət, konum atırıq, içində mənasında deyəndə, daha doğrusu konum atırıq. Ət, içində mənasında dadə in, üstündə mənasında dadə ondan istifadə olunur. Mənim açarım stolun üstündədir dedikdə, my key is on the table. Mənim əşyalarım maşındadır. My things are in the car şəklində ifadə edirik. Gəlin bu cümlələri bir-bir inkar edək. I am not at my uncle's house. My father's car isn't in the yard. My key isn't on the table. My things aren't in the car. Sual versək, is Yusuf at our house? Am I at my uncle's house? Is my father's car in the yard? Is my key on the table? Are my things in the car? Şəklində ifadə edəcəyik. Davam edirik. Növbəti şəkilçilərimiz bayaqda adını çəkdiyim kimi ilə üçün ki, bunlar da in, on, ət kimi öndə gələn şeylərdir. Gəlin mən bir bunları yazım sizin üçün. Baxın, şəkilçiləri yazdım və hər birini şifahi şəkildə deyəcəm. With ilə deməkdir, birlikdəlik ifadə edir. Without says, for üçün, from, dan, about. Haqqında, barəsində, dair, aid və bunların hamısı zaten eyni şeydir, about. By tərəfindən bir də vasitəsilə deməkdir. Bu ilə hissəsinə gələndə, yəni with ilə by-in bir yerdə oxşarlıqları var. Məsəl üçün, mən deyirəm ki, mən maşın ilə evə gedirəm. Burada with işlətmək olmaz.
Çünki mən maşın ilə evə gedirəm dedikdə, mən maşın vasitəsilə gedirəm deyirik. O zaman by'dan istifadə olunur. Amma mən Nərmində evə gedirəm deyəndə with'dən istifadə olunur. Çünki burada birlikdəlik ifadə edirik. Deməli, baxırıq, məsələn, bunların işlədilməyinə. Bunlar yadda saxlayın ki, hər zaman öndə gəlir. Məsəl üçün deyirəm ki, Türkan ilə ya da deyirəm ki, Əli ilə. Əli ilə dedikdə mən iləni gətirirəm başa, sonra Əli deyirəm. Yəni bu şəkildə ifadə edirik. With Ali. Bu şəkildə ifadə edirik. Əlisiz deyəndə təbii ki, without Əli deyəcəm. Əli üçün deyəndə for Əli, from Əli, about Əli. Bu şəkildə ifadə edəcəm. Əsas qayda nədir? Mən sizə izah eləmişdim ki, bəs şəxs əvəzlikləri deyə bir şey var. Onlar neyir? Əvəz eləyir. Nəyi əvəz eləyir? Şəxsi əvəz eləyir. Şəxs nədir? Şəxs isimdir, isim. Şəxs dediyimiz isim olacaq da hərəkət olası deyil ki. Demək, dedik ki, şəxs əvəzləri ismi əvəz eləyir. Əli nədir? İsimdir. Mən istərsəməz Əlini şəxs əvəzlə əvəz eləyə biləcəm. Əli ilə deməyəcəm. Mən, sən, biz, siz, o, onlar. Bunu onunla əvəz eləyəcəm. Yəni, Əli ismini əvəzliklə əvəz etdikdə o ilə. Yəni, bir növ onun ilə deyirik. İndi o ilə demədim, onun ilə deyirik. Azərbaycan dilinin qaydası budur. Nə fərqi var? Mən, sən, biz, siz, o, onlar şəxs əvəzlidir. Mənim, sənin, bizim, sizin, onun, onların da şəxs əvəzləridir. Sadəcə yiyələnmiş hallarda bir var. Mən deyirəm, mənim. Eyni şeydir. Onun ilə deyirəm. İndi, baxın görək. Gəlin biz şəxs əvəzlərini hər ehtimal yazaq bura. Mən, sən. Şəxs əvəzliklərini yazdım. Birinci hissə, biraz bunu lorla deyəcəm. Texar şəxs əvəzlikləridir. Mən, sən, o. Digər hissə yiyələnmiş. Mənim, sənin, onun. O biri hissə isə mənə, məni, sənə, səni, ona, onu tipli. Bizə, bizi. Yəni, axırıncı odur. Bu tipi şəxs əvəzlikləridir. İndi gəlin görək, mən onun ilə sözünü necə deyəcəm. Bunun izahı növbəti videoda olacaq.